Salam izləyiciləri, bugün sizi Xırdalanında, mərkəzdə, Heydər Parkın yanında 5 mərtəbəli binanın 3-cü mərtəbəsində belə bir qanuni 3 otaqlı mənzillə tanış edirik. Qonaq otağından başladıq çəkilişə. Evimiz orta təmirlidir. Kubçası var. Göstəririk giriş qapısını. Sanitar qovşağı var. Evimiz orta təmirli də olsa yaşamaq olar. Keçirik, belə bir dəhlizi var, göstəririk. Burada bir yataq otağıdır, göstəririk. Bir də burada bir yataq otağı var. Onu göstəririk. Orta təmirli. Küncdə də belə bir kamin yığıblar. Yeri parketdir. Laminat deyil. Təmiz parketdir. Belə deyək də bir aboylarını dəyişsə biz, əl gəzdirsə biz, super bir ev olacaq mərkəzdə. Balkondan çıxışı var eyvana. Belə göstərib eyvana çıxışıdır. Baxın, bax. Belə bir mətbəxdə yığılıb burada. Bir mətbəxi də burada yığılıb. Yerini dəyişsə biz 4 otaqlı mənzil olacaq. Hamısı da eyvanla. Demək, evdən çıxacaq. Bu stol, divan, paltaryon, xaladenik, 2 kondisioner, yataq dəstəri, bütün əşyaları görəcəksiniz qalan. Hamısı qalacaq mənzildə. Yerləşdiyi yer Heydər Prospekti parkının yanı. 5 mərtəbəli binanın 3-cü mərtəbəsi, qanuni 3 otaq, orta təmirli, kubçalı. Sizin də əmlakınız varsa satışda buyurun bizə müraciət edin. Kanalımıza baxdığınıza görə təşəkkür edirik. Abunə olmağı unutmayın. Qiyməti aşağıda qeyd olunacaq.